Zob əməliyyatından sonra pasientlər nə zaman müayinə olunmalıdır, həkim yanına neçə aydan bir gəlməlidir, onu açıqlayacağım. Bəzi pasientlər elə bilir ki, mən əməliyyat olmuşam, ayrı heç nə ehtiyac yoxdur, həyatımı davam edim. Təəssüf ki, bu elə deyil. Zob əməliyyatından sonra pasientlərə hormonal dərman təyin olunur. Əgər qalxanvari vəzi tam götürülübsə və pasient 2 ayın tamamında müayinədən keçməlidir, 6 ayın tamamında və 1 ilin tamamında. Bu minimal müayinə sayıdır, ondan çox da müayinə oluna bilər. Bu dərmanın dozasından asılıdır, necə o tənzimlənir. Əməliyyatdan sonra pasientlərə çəkiyə uyğun hormonal preparat təyin olunur. Bu dərmanın dozası individual təyin olunur. Yəni hər insanın öz bədən tələbatı var. Yəni həyat tərzindən asılı olaraq bu dərmanın dozası individual təyin olunur. Əgər bu dərmanın dozası azdırsa və ya çoxdursa, pasientlər əməliyyatdan sonra normal həyat sürə bilmir. Yəni özünü narahat hiss edir. Və bunun çıxış yolu əməliyyatın ilk müayinəsi 2 ayın tamamında olur. Və bu doza tənzimlənərkən əgər pasient vaxtında müayinələrdən keçərsə, normal keyfiyyətli həyat sürə bilir. Pasient vaxtında müayinəyə gəlmirsə və ümumiyyətlə əməliyyatdan sonra həkimin yanında 2 ayın tamamında, 6 ayın tamamında olmursa və dozası düzgün deyilsə, pasient narahat olur. Ona görə əməliyyatdan sonra əgər siz vaxtında müayinə olunsanız, siz normal keyfiyyətli həyat sürə bilərsiniz.